Demək çox Biləmədim. adam yazmışdı, ona görə baxmadım Biləmədim. ki. 26. Burada birinci rankinqə baxırıq. Deməli, B-yə baxmayacağıq. Okay, şeydir. Okay, baxaq görək. Müəllim, bu sual biraz Bildim qəliz bu idi. sual. Səs atmışdım qrupa. Asan sualdır. Bizə end verilir və bir dənə K verilir. Məsələn, bir dənə K olsun. N odur ki, bizim evimizə getməyə 3 dənə yolumuz var və bu 3 dənə yoldan bizə nə verir? Birincisi nə idi? Qiyməti idi. Hı hı. Ən kiçiyi. Hı hı. Aha. Deməli, bizə necə verilir inputu? Məsələn, 7 manata mən məsələn birinci yol seçsəm, evimə 3 dənə yol var da. Birinci yol seçsəm 7 manat pul verəcəm və 60 saniyəyə çatacam. İkinciyə baxsam 1 manat pul verəcəm, amma 80 saniyəyə çatacam. Üçüncüdə isə 4 manat verib 50 Hayda, saniyə. müəllim, məndən olsaydı heç o teni vecimə almazdım. 1 manat verərdim 80. Bəli. 60 dəqiqə olsun. Okay. Biz Müəllim, bu mən onun yerinə pul ödəməyib piyada gedərdim. Okay, deməli biz elə bir vaxt seçməliyik ki, burada verilən vaxtdan kiçik olsun. Yəni mütləq buna aşmayan vaxta gedib çatmalıyıq evimizə, amma həm də ki, həmin Müəllim, mən vaxt vektora püştək elədim. o da olar, başqa üsullar da ola bilər. Elə məsələ də varsa. Manatlıq taksilərdir. Onda heç nə də piyada gedəsən. Taksi ilə gedəsən. Müəllim, həqiqətən sual elə olsaydı çətin olardı. Yəni, əgər taksi Niyə sual yaxındırsa, versin ki, məsələn. taksi qohumumuzu, taksinin qohumumuz olduğu hardan biləcək? Aşağıya beyninizi belə Bəli. şeylər yormayın, xahiş edirəm sizdən. TL nə idi? TL də tapa bilmirsən ki. Bunda bir dənə belə şey. İndi bir saniyə kodu izah edəcəm. Okay, deməli nədir? INK-nı daxil Say elədik. paspas eləyində say 0-a bərabərsə şiatutlə. Yox, say n-ə bərabərsə şiatutlə verin. İkisi də olar, fərqi yox. Eyni anlama gəlir zaten. Deməli, yox, o bayaqki test case idi. Deməli, biz hər dəfə proqrama bu qiymətlə vaxt daxil eləyəndə if-də yoxlayıram ki, əgər həmin vaxt o bizə verilən o K-dan kiçikdirsə, yəni o istədiyi vaxtdan kiçik bərabərdirsə, onda minim bərabər olsun minimum mini ilə S-yə və başda da minini ən böyük ədədə bərabər eləyirəm, hansı ki 1-yə 18-ə. Demişdik minini tapanda minini 1-yə 18-ə, maksimini tapanda isə -1-yə 18-ə bərabər eləyirik lap başda. Və əgər mənim minim hələ də 1-yə 18-ə bərabərdirsə, onda heç bir ədəd tapmamışam burdan və cavabım ona görə TL-dir. Əks halda isə cavabım elə həmin C yoxda mindir.
Müəllim, indi 100% submit failable. Submitted oldusa olacaq. Hakimliyi göstərir. Hı hı. Harda? O Muhammed'in. Okay. A sualı belə, C sualı. Müəllim, həqiqətən və Azərbaycan dilinə tərcümə o qədər pisdir ki, bəzən problemsdə sual çox olanda bilirsiniz də A, Z belə hərflər keçir, belə A, Z, A, İ, A, J belə olur da. Hı hı. Ay müəllim kondisioner yazır. Ay sonuna kondisioner yazır. Ay-yə də nəsə ekran, nəsə çox qəribə sözlər yazır. Mən çaşıb qalıram. Əslində AC-yə yazmalıdır kondisioner. Nəysə də müəllim hansına da kondisioner yazır. Hı hı. Okay, bu sualda nə deyir uşaqlar? Bizə deməli bizə nə deyir? Müəllim mən bundan sonra tələffüzü açıb dayatıram. Olar. Bu sualda nə deyir uşaqlar? Bizə bir n verilir və n dənə 2 dənə 2 dənə ədədlər verilir. Biz deməli bu bizə nə ilə verilir? Nəsə otağın hündürlüyü falan verilir həmin bir yerin hündürlüyü verilir. Məsələn, burada hündürlüyü 12-dir. Biz deməli oradakı dərəcəni hesablayırıq, neçə dərəcədir. Dərəcəni də hesablama düsturun verib ki, həmin hündürlükdən çıxırsan 1000 vurulsun 0,006-na. Yəni 1000-də altını. Elə əslində altına çıxmış olursan da, yəni əslində bunu demək istəyir. Yəni bilmirəm niyə 1000 vurulsun 0,006 yazıbdı. Hə, bir dəqiqə bu hə, x vurulsun. Bir dəqiqə x hardan gəlir bəs? Ay müəllim, həmin o şeydən 0,6-na çıxmaq kifayətdir. Hə, hə, başa düşdüm. Hansı x-də şey olarsa onu veririk deyəsən çıxışı. Bəli. Hə, dərəcənin 5-ə yaxın olanında çıxışa verməliyik. Sadəcə burada bizə elə bil 2 veriləndə aşağıda 2 dənə ədəd verilir ki, bu ikisində də yoxla gör, hansında düsturda, yəni yerinə qoy, yoxla gör, hansında Müəllim daha məncə də yaxın olacaq. Hə, elə bir şeydir. Hə, hündürlükləri aşağıdaymış. Eee
Müəllim, məncə bunu mətnən yazırıq. Plan yazırıq. Fərqli üsullarla olar. Biz 5-ə ən yaxınını tapmalıyıq da. Yəni 5 hər dəfəsində hansıdır? 5-ə çıxıb minimum fərqi var. Bir dəqiqə, ağlımda vektor pairlə də həlli. Bir dənə fikirləşim görüm başqa həlli var. Okey, vektor pairsiz yazaq. Deməli, bizə bir n daxil olunur proqrama və 2 dənə ədəd daxil olunur. Hansı ki, biri olsun t, digəri isə olsun, məsələn, elə orada yazılan kimi f olsun məsələn. Müəllim, elan eləmədiniz. T, f. Bizə sonra 3 dənə ədədlər daxil olunur n dənə. İndi biz nəyi yoxlayacağıq? Deməli, düsturumuz necə şəklindədir? T çıxılsın, x vurulsun 0.006 və bu da f-ə ən yaxın olanı tapmalıyıq. Əgər belə bir şey eləyiriksə, onda hər şeyi double-la götürəkmi? Double-la da götürə bilərik hər şeyi əslində. Gəlin elə double-la götürək. T ilə f-imiz də double olsun. Çünki ola bilər ki, orada double-la alınsın həmin ədədlər. Həmişə tam alınmayacaq. D yox, T. Okey. Düsturumuzu yazaq. Məsələn, bir dəyişən tapamıram. Y bərabər olsun. T çıxılsın, x vurulsun 0.006-ya. İndi uşaqlar, biz bir dənə nə götürürük? Double fərq deyə bir şey götürürəm. Bu fərqi 1-18-ə bərabər edirəm. Yəni, min əslində, mini götürürəm. Bu fərqdir də, minimum fərqi tapmış olacam. Deyəcəm ki, əgər indiki fərq ABS Y çıxılsın F-dən kiçikdirsə, yəni, bu indiki dərəcə həmin F-dən arasındakı fərq bu mənim təklif elədiyim fərqdən daha kiçikdirsə, onda fərq bərabər olsun həmin ABS Y çıxılsın F-ə və bizə indeks lazımdır. Ki, hansı indeksdə bizim fərq daha kiçik oldu. Yəni, hansı ərazidə, məsələn, bu birinci ərazidir, bu ikinci ərazidir, belə-belə gedir. Və indeksdə bərabər edirəm i plus 1-ə, çünki orada birdən nömrələnibdir. Və C-auto-da indeksi çıxışa veririk. Burada 3 verdim. Nəsə sualınız varsa mütləq yazın. Bəyək də deyin. Müəllim, bir də zəhmət olmasa yenə koda baxa bilərəm. Baxa bilərsən. Tam dəqiq deyil. Okey də, yəni elə bir biz burada ədədləri daxil elədik. Yəni double çox başını qarışdırmasın. Double sadəcə 0.006-ya görədir. Biz bu fərqi minimum eləməliyik, düzdür? Nə hansı fərqi? Burada alınan bu dərəcə ilə həmin bizə verilən buradakı dərəcənin arasındakı fərqi minimum eləməliyik, düzdür? Yəni yaxın dərəcə olmalıdır da. Və bu düstur dərəcəni tapır sadəcə. Və mən deyirəm ki, mən fərqimi ən başda yenə də mini axtarıram deyə, minimum fərq axtarıram deyə 1-18-ə bərabər edirəm. Deyirəm ki, mənim sənə təklif elədiyim fərq həmin bu indiki o ABS Y çıxılsın F-lə, yəni aralarındakı o fərqdən daha böyüdürsə, onda mənim fərqimi elə sənin təklif elədiyinə bərabər eləyək. Çünki mən minimum axtarıram da zaten. Və indeksim də bərabər olsun i plus 1-ə. Yəni, qeyd edeyim ki, bu indeksdə hal-hazırda mən ən kiçik fərqi tapmışam. Və indeksdə çıxışa Müəllim, C sualı da belə. Exam 26-da bağladıq. müəllim, bəs D sualı? D sualını çox adam yazmış deyə baxmadım. Əsas yazılmışlarından gedəcəm. Müəllim, bunu elə çox adam yazır, ümumiyyətlə.
A-ya baxaq. Deməli, bizə nə deyir? Müəllim, String eksəmlər bitirəndən sonra yenidən girmək olar. olar. B- Dərs bitəndən sonra mı qoyaram? Yəqin ki. Yenə 26 dənə. Mhm. Ekzaminizi də böyük ehtimalla bu gün yox, bu gün yorğunam. Sabahdan qoyacağam ekzamləri də. Zaten sabah ekzaminiz var onsuz da. Eee, Sabahdan yəqin ki bir neçə günlük qoyacağam, bir 10-11 günlük belə ekzam qoyacağam, 10-11 dənə ekzam. Ardıcıl olsun, boş qalmayaq. Okay, burada nə deyir? Müəllim, çətin sualdır. Axırıncı ekzam olacaq. Yəqin ki, hə, Cəmil. Müəllim, cavabdan deyəsən bu sualı əvvəl yaza bilmədi, sonradan tapdı. Halal olsun cavab. Mhm. 3 dənə ardıcıl ədədi götürürük və onu bir ədəd olaraq baxırıq həmin şeyə. Və 753-ə ən yaxın fərqi çıxışa veririk, belə deyək. Okay, asan sualdır. Deməli, bizim bir stringimiz var. Müəllim, string deməsəz də olar. Məncə LOL götürsəydi olar. Dəqiqə, sual hansıdır? Sualı itirdim. String götürməsəm də olar, yox, string götürməliyəm. Götürməyi məqsəd mənim üçün Müəllim, daha. Sən string götürməsən bunun rəqəmlərinə bu qədər rahat baxa bilməzsən axı ardıcıl 3 dənə olan rəqəmə. Gedib bir də vektora falan əlavə eləməlisən, o da uzun olur. Stringlə daha qısadır. uzunluq nə qədərdir ki, müəllim, enin? 10 dənə ola bilər, 10 dənə rəqəm. Düzdür, yəni elə yerləşirmi? Yerləşir, hə. Amma dediyim kimi də, yəni stringlə daha qısa yaza bilərsən. Deməli bizdə 3 dənə rəqəm olacaqdı uşaqlar. Deməli A, B, C. Birinci rəqəmimiz olacaq. Şeyi necə çevirirdik? O mənə deyin, stringdəki string olan rəqəmi. SI çıxılsın 0. Sonra uşaqlar SI çıxılsın 1 sıx 0. Bir də SI plus 2 çıxılsın 0. Yəni 3 dənə ardıcıl olan rəqəmi götürdüm. Və bir dənə ədəd yaradıram bundan. Bir x ədədi. Ədəddə necə yaradacam? A vurulsun 100, üstə gəlsin. B vurulsun 10, üstə gəlsin C. Düzdür, 3 rəqəmli ədəd yaradırıq da. Və bizə nə lazım idi? Aralarındakı minimum fərq lazım idi. Ona görə minini yenə ən başda 1-yə 18-ə bərabər edirəm və mini də bərabər olsun minimum. Mini ilə ABS x çıxılsın 753. Dəyişənlərin adını qarışdır. Olabilir. Dəyişən, hə, seçə bilərsən.
Yox, verəcək də zaten onu verməyəcək. Məncə verəcək. Ha, okey. 178. Niyə? Ə, hə, Bəli, size çıxılsın 2 olmalıdır. Bir dəqiqə, 0, 1, 2, 3, 4 belə olsa indeksləri, biz bura qədər gəlməliyik də minimum. 5 çıxılsın 2, hə, size çıx 2 olmalıdır. Size çıx 3 çox olur. Hı -hı. Həmişə bu çıxları falan yazanda neçə dənə çıx arxaya falan, onları çalışın yerinə ədəd qoyun, elə yoxlayın. Onda səhv eləmə şansı azalır. Okey. A sual da belə. C-yə baxaq. B ilə D çox yazılıb. C-də 2 dənə boşluq var. müəllim, bu sual heç baxılmalı deyil. Hə, bu sualla elə bir işləmişik. Hə, hə bu sualla Tanış gəlmir, müəllim, hə, milyon faiz yazmışıq sualla. işləmişdiniz. İşləmişik, hə. Max ola bilər hamısının, yoxsa bir dənəsinin falan? Müəllim, B sualı. Tək-tük sual ola bilər. Hamısı olsa amma mənə mütləq yazın. Hamısı olmaz inşallah. Müəllim, Tək-tük ola bilər. həqiqətən bəzi yarışlarda çox sual əvvəlkilərdir. Məsələn, 33-cüdə müəllim səhv etmirəmsə, 2 dənə əvvəlki yarış egzamin olan. Yox, Müəllim, A. bu sualı milyon faiz işləmişik. Ferrisville. Bunu da işləmişik müəllim. Alqaya sualı. Bir də müəllim bunu da işləmişdik əslində. Amma Ferrisville-lə o şeydir, Jane işləmişik 100%. Müəllim, bir dənə də hansı sual bilmirəm, amma o qışqırıq sualı yenidən gəlmişdi. Takahashi qışqırır deyə yadınıza gəlir. Nəsə XM36 orada qəribə şeylər sizi gözləyirdi. Qəribə düstur zad gördüm. Okey. Mən qoyduğum üçün ola bilər. Ya, ya. Okey. Adına baxın, yaxşı. Adlarını açıram. No, yəni də onsuz da yazacaqsınız da, yəni və tez baxsaz nə olacaq. Okey. Deməli 27-ni də bitirdi. Qaldı üzü bu tərəfə. Bunları da yavaş-yavaş Müəllim, amma bitirərik. tez baxsaq əvvəlcədən çaçıb deyə ata bilərik də. Hə, atın. Onsuz yazı-yazı da ata bilərsiniz də. Yəni atan hər cür atın. Bilirəm əlbəttə. Yəni onsuz da fərqi yoxdur. Müəllim, Okey. qaçmaq olmur yəni. Bəli. Müəllim, bəs müəllim, AI bəs çaçıpı elə yazdırsaq ki, məsələn, mənim dostumdur da, çaçıpı tutaq ki, mən ona yazsam ki, müəllim məni tutmasın deyə, mənə çox qəşəng kod yaz, onda neyniyəsiniz? Yox, o elə şey deyir ki, mən elə şey deyəmərəm falan. hə, elə bir şey eləsin deyəcək ki, süni intellekt qışqırır da uşaqlar. Yəni koda baxanda qışqırır ki, mən Müəllim, strike harda nə vaxt keçəcək? Strike. struct.
Struct'ı qraflarda yəqin. Müəllim, structlə quye. Amma mən heç oxuya bilmirəm onu. Q, nə Q, nəsə elə. Müəllim, nə Q diyor? yox. Q var, Quye. Q var, DQ var, priority Q var. Bəli, priority Q, DQ. Amma mən QQ deyirəm. Onları qraflara keçəndə baxarıq. Vektor kimi işlə düşürlər. Məsələn, DQ-dir, hə. DQ-də məsələn vektorda biz ancaq ədədləri sona əlavə edirik, düzdür? Hər ədəd əlavə elədikcə sona əlavə olunur da. Məsələn, DQ-də ədədləri qabaqdan da əlavə eləmək olur. Həm qabaqdan, həm arxadan əlavə eləmək olur massivə. Yəni xüsusi o məsələn pushback kimi şeyləri var. Hətta belədir, push front, pushback belə bir şey. Yəni həm qabağa əlavə edə bilirsiniz ədədləri, həm sona əlavə edə bilirsiniz. Bəli, push front mənim boyunca. Priority queue-də nəsə onlar qalsın. Yəni dediyim kimi hələ ehtiyac yoxdur. Priority queue-nu bəlkə şeyə getməmişdən qabaq keçəcəm. Finala getməmişdən qabaq ola bilər ki, istifadə edərsiniz və ya da başqa suallarda falan yazarıq onu. Amma belə ümumi dərindən ən çox istifadə etdiyimiz yer qraflardır lazım. İndi finalda 2 gündür də. Elə bil birinci günü bitirib Bir gün deyil, bir boşaltmasını gündür. düz yazsaq. Bir gündür. Mənim əvvəl 2 idi. Əvvəl RFO-da 2 idi, AZSK bir gündür. Ay, mən AZSK-dan danışıram. Sən AZSK-dan danışırsan, AZSK vardı qapağında. Müəllim, müəllim, mən də elə bildim siz. Biz nə idi? RFO finalına getmədən əvvəl priority Q-nu deyə sizə. Şey deyiləm. AZSK-nın finalındaydım. Okey. Deməli, exam 27-də dayandıq. Problems təzə yarışını indi əlavə edirəm. Examlərdə sabah əlavə edəcəm 30 saatdan sonrakıları. İndi qərar verəcəm. Kreativ bir şey tapmaya çalışacağım. Müəllim, Okey. problems bir dərsə bütün sualların hamısını yazsaq, özdə heç bir sualda səhv yazmasaq, penaltimizdə 1 olsa şübhələnərsiniz. Şübhələnərəm ki, bu qədər tənbəl olan uşaqlar nətər Müəllim, tənbəllik. amma valla sizə düzünü deyim, ChatGPT-dən köçürsəm penalti o qədər az olmaz. Nəyə görə şübhələnərəm ki, nətər ola bilər tənbəlliklər, nətər hamısı tənbəlliyi qırağa atıblar, yoxsa yaza Müəllim, biləcəyinizi ola zaten bilməz. bilirəm. Bəlkə evimə Əbülfəz müəllimi çağırdım, bəlkə Ruslan müəllimi çağırdım. Belə bəlkə bilmirəm. Kimisə çağırdım, mən sürətli Siz yazın uşaqlar, mən zaten süni intellekt olsa da biləcəm. Yəni müəllim, sağ olun ki, onu dediniz. İndi ağlıma gəldi. Azərbaycan dilinə tərcümədə bəzi problem suallarını süni intellekt deyə yazın. Deyəsəm ayini süni intellekt yazın. ola bilər. Okey. Deməli, dərsi yavaş-yavaş yekunlaşdıraq uşaqlar. Deməli, indi problems yarışını əlavə edirəm. Ev tapşırığı da təzə problems yarışı, əvvəlki problems yarışından boşluqları olan tamamlasın və examlərdə olduğu kimi. Belə. Kimisə sualı var başqa? Xeyr, müəllim. Tamam. Nə sualınız olsa qrupa verərsiniz. Recordingi də indi yükləyirəm. Baxarsınız. Sağ olun uşaq. Sən yox, Tamam, mən müəllim. yükləyirəm zaten donmayıbdı. Donsa sən şey eləyərsən. Müəllim, Cavidan kanalına abunə olaq, dəstək olaq. 8 dənə Bəli, abunə olun, dəstək. subscriber var. Okey uşaqlar, sağ olun. Görüşərik gəlin dərs. Sağ olun, müəllim.